Salam dəyərli izləyicilər, ət qiymətləri və son günlər yayılan dabaq xəstəliyi ilə bağlı çox vacib bir məlumatı diqqətinizə çatdırıram. Videonu paylaşıb burada üstəgəl işarəsinə bir dəfə vura bilərsiniz. Dəyərli izləyicilər, son günlər iri buynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi ətin istərsə də ağartı məhsullarının qiymətinə təsir edib və xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması qiymətlərin ucuzlaşmasına səbəb olub. Bölgələrdə satıcıların sözlərinə görə ətin qiymətində 2 manata qədər ucuzlaşma var. Əgər 17 manata ət əvvəl satırdılarsa, indi bu qiymət 14-15 manatdır. Ancaq maraqlısı budur ki, bölgələrdə ət ucuzlaşsa da paytaxt bazarlarında qiymətdə dəyişiklik yoxdur və qəssablar ətin ucuzlaşmasını gözləmirlər. Alıcı zəifdir. İnsanlar yəqin ki, xəstəlikdən qorxurlar, amma ucuzlaşma yoxdur deyə bildiriblər və məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, daxil olan şikayətlərə görə mütəmadi yoxlamalar həyata keçirilir. Maraqlıdır ki, bu yoxlamalar necə həyata keçirilirsə, hələ də bu qədər şikayət mövcuddur.